Salam hörmətli izləyicilər. Mən süni intellekt əsaslı xəbər rubrikasının aparıcısı Narin. Siz isə Smart icmal buraxılışını izləyirsiniz. Qarşıdakı dəqiqələrdə nəqliyyat və telekommunikasiya sahələrində ayın ən mühüm xəbərlərini sizinlə bölüşəcəm. Gəlin birlikdə baş verən yeniliklərə nəzər salaq. Bakı-Tbilisi-Qars dəmir yolu xətti modernizasiyadan sonra istifadəyə verilib. Dəmir yolu xəttinin daha geniş yük ötürmə gücü ilə orta dəhliz üzərindən yük daşımaları genişləndirəcəyi və Avrasiya nəqliyyat xəritəsində yeni imkanlar açacağı gözlənilir. Qeyd edək ki, Azərbaycan dəmir yollarının 2024-cü ildə BTG-nin Gürcüstan hissəsində icra etdiyi modernizasiya layihəsi çərçivəsində mövcud infrastruktur müasir standartlara uyğun təkmilləşdirilib və genişləndirilib. Nəticədə bu xəttin illik yük ötürmə gücü 1 milyon tondan 5 milyon tona çatdırılıb. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dünyanın aparıcı rəqəmsal transformasiya və IT konsaltinq şirkətlərindən olan EPAM ilə əməkdaşlığı çərçivəsində Azərbaycanda yeni mərkəz fəaliyyətə başlayıb. Mərkəzdə gənclər yalnız nəzəri təlimlər deyil, eyni zamanda real layihələr üzərində işləmə imkanı əldə edirlər. Burada həyata keçirilən karyera mükəmməlliyi proqramına hazırda 100 nəfər qəbul edilib və 120 nəfər artıq işlə təmin olunub. İşə götür və öyrət konsepti əsasında təşkil olunmuş proqram erkən karyera mərhələsində olan IT mütəxəssislərinin inkişafına yönəlib. EPAM Azərbaycan ümumcə ölkədə informasiya texnologiyaları və süni intellekt sahəsində insan kapitalının inkişafına, gənc mütəxəssislərin beynəlxalq əmək bazarına hazırlanmasına və innovativ həllərin təşviqinə xidmət edəcək. Azərbaycan Hava Yolları donanmasına ilk yeni nəsil Airbus A321 Neo təyyarəsini əlavə edib. Yeni təyyarə Azalın donanmanın modernləşdirilməsi strategiyasının mühüm mərhələsidir. O, yüksək tələbat olan marşrutlarda sərnişin daşıma imkanlarını artıracaq, əməliyyat səmərəliliyini yüksəldəcək və xidmət keyfiyyətini daha da yaxşılaşdıracaq. Airspace salon konsepsiyasına malik Airbus A321 Neo geniş və müasir interyer, LED işıqlandırma, böyüdülmüş pəncərələr və geniş əl yükü bölmələri ilə sərnişin komfortunu artırır. Təyyarə əvvəlki nəsillə müqayisədə hər oturacaq üzrə təxminən 20% az yanacaq sərf edir və karbon emissiyasını azaldır. Uçuş məsafəsi isə 7400 kilometrədəkdir. 191 sərnişin tutumuna malik təyyarə ən son nəsil bortdaxili əyləncə sistemi və yüksək sürətli Wi-Fi xidməti ilə təchiz olunub. Ayna tərəfindən Bakıda nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırıldığı ərazilərdə yerləşən ictimai iaşə obyektlərinə, istirahət məkanlarına və parklanma məntəqələrinə əlçatanlığın təmin edilməsi məqsədi ilə ödənişsiz şatıllar istifadəyə verilib. C1 nömrəli mikroavtobus Xəqani bağı ilə Zərifə Əliyeva küçəsinin sonunu, C2 nömrəli mikroavtobus isə Sabir bağı ilə Əziz Əliyev küçəsinin sonunu əlaqələndirir. Şatıllar sərnişinlərin rahat və operativ hərəkətini təmin etmək üçün 7-10 dəqiqə hərəkət intervalı ilə fəaliyyət göstərir. İstifadəyə verilən şatıllar ekoloji cəhətdən təmiz nəqliyyat vasitələridir və şəhərdə dayanıqlı mobillik prinsiplərinin dəstəklənməsinə xidmət edir. Huawei şirkəti Tech for All layihəsi çərçivəsində Azərbaycanda ev və biznes təsərrüfatlarının geniş zolaqlı internetə çıxışının təmin olunmasını əks etdirən sənədli film və silsilə məqalələr yayımlayıb. Filmdə əsas diqqət onlayn Azərbaycan layihəsinin insanların və kiçik bizneslərin həyatına təsirinə yönəlib. Çəkilişlərin böyük hissəsi Quba rayonunun Xınalıq kəndində aparılıb və burada yüksək sürətli internetin ucqar yaşayış məntəqələrində yaratdığı imkanlar nümayiş etdirilib. Onlayn Azərbaycan layihəsinin icra olunduğu 4 il ərzində sabit geniş zolaqlı internetə çıxışı olan təsərrüfatların sayı 13 dəfə artaraq təxminən 3 milyona çatıb və ölkə üzrə tam geniş zolaqlı internet əhatəsi təmin edilib. Bakı Gəmiqayırma Zavodunda inşa edilən və Azərbaycan Respublikası tərəfindən Türkmənistan Respublikasına hədiyyə olaraq təqdim olunan Dostluq neft daşıyan tankerinin açılış mərasimi baş tutub.
Dostluq neft məhsullarının daşınması üçün nəzərdə tutulmuş tankerdir. Gəminin ümumi uzunluğu 141 metr, eni 16,9 metr, dəniz suya oturumu 4,54 metr, deadweight-i 7875 ton, yük və çökdürmə tanklarının ümumi tutumu isə 9056 kubmetr təşkil edir. Azərbaycan istehsalı olan Dostluq tankerinin Türkmənistan sularında istismara verilməsi Azərbaycan gəmi qayırma sənayesinin inkişafı, milli sənaye potensialının beynəlxalq səviyyədə nümayişi, eləcə də Azərbaycan ilə Türkmənistan arasında dostluq və əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Azal donanmasına 4-cü yeni nəsil Airbus A320 Neo əlavə olunub. Yeni nəsil təyyarə daha az yanacaq sərfiyyatı, aşağı karbon emissiyası və 6300 kilometrə qədər uçuş məsafəsi ilə fərqlənir. Geniş airspace kabini, yüksək sürətli Wi-Fi, müasir əyləncə sistemi və biznes sinifində fərdi monitorlar sayəsində sərnişinlər daha rahat və komfortlu uçuş təcrübəsi yaşayacaqlar. Şərti adı B05 olan stansiya Bakı metrosunun gələcək xəritəsində harda yerləşəcək? Bənövşəyi xəttin sayca 6-cı, layihə adı B05 olan stansiyası Nizami ilə birbaşa əlaqə yaradaraq sərnişinlər üçün yaşıl xəttdə rahat keçid imkanını təmin edəcək. Bu, sərnişinlərin əlavə ödəniş etmədən bir xəttdən digərinə keçməsi üçün metropoliten daxilində ən qısa və səmərəli hərəkət yolu olacaq. University of California San Diego'nun alimləri tibbdə ilkə imza ataraq insana bənzər robotlarla canlı heyvan üzərində cərrahi əməliyyat həyata keçiriblər. Əməliyyat zamanı 2 humanoid robot cərrahların məsafədən idarə etməsi sayəsində canlı domuzların öd kisəsini uğurla çıxarıb. Robotlar müstəqil qərar verməyib. Bütün hərəkətlər əməliyyat masasının yanında yerləşən idarə etmə konsolundan təcrübəli cərrahlar tərəfindən həyata keçirilib. Sergey adlı robot Çinin Unitree Robotics şirkətinin hazırladığı Unitree G1 humanoid robotu əsasında yaradılıb. Unitree G1 insan kimi hərəkət edə bildiyi üçün adi əməliyyat otaqlarında işləməsi daha rahatdır. İtaliyanın FS Logistics şirkəti dəmir yolu yük daşımalarında rəqəmsal transformasiyanı sürətləndirəcək Smart Train layihəsinin kommersiya sınaqlarına başlayıb. Layihə çərçivəsində Milan-Catania marşrutunda hərəkət edən yük qatarları ağıllı vaqonlardan istifadə edir. Smart Train konsepsiyası dəmir yolu yük daşımalarında ənənəvi monitorinq modelindən məlumat əsaslı, proaktiv idarə etmə modelinə keçidin nümunəsidir. Qatarın vəziyyəti barədə fasiləsiz məlumat axını yük daşımaların təhlükəsizliyini artırır, texniki xidmət proseslərini optimallaşdırır və əməliyyatların daha səmərəli idarə olunmasını təmin edir. Beləliklə, bugün sizə təqdim edəcəyimiz xəbərlər bunlar idi. Nəqliyyat və telekommunikasiya sahələrində ən son yeniliklərdən xəbərdar olmaq üçün bizi izləməyə davam edin. Mən süni intellekt əsaslı xəbər rubrikasının aparıcısı Narin. Diqqətiniz üçün təşəkkür edirəm. Sağ olun, növbəti buraxılışda görüşənədək.